Salam, hörmətli tamaşaçılar. Xalq TV-nin bugünkü buraxılışında sizləri xoş gördük. Bugünkü verilişimizin qonağı Bakı Slavyan Universitetinin professoru, əməkdar jurnalist, İctimaiyyət əlaqələrin inkişafına kömək İctimai Birliyinin sədri Şəlalə Həsənovadır. Şəlalə xanım, xoş gəlmisiniz. Çox sağ olun. Dəvətə görə təşəkkür edirəm. Buyurun. Şəlalə xanım, bildiyimiz kimi bu il mətbuatımızın 150 illiyidir. Mənə maraqlıdır. Ümumiyyətlə, bizim mətbuat, yəni milli mətbuat deyirik. Amma mətbuatımız nə qədər millidir? Və ümumiyyətlə, Həsən bəyin qoyduğu irs bugün hansı problemlərlə rastlaşır? Həsən bəyin qoyduğu irs heç bir problemlə rastlaşmır. Sadəcə baxış bucağı dəyişib. Çünki Həsən bəy Zərdabi əkinçini yaradanda onun əsas qayəsi xalqı cəhalətdən çıxartmaq idi. Və o əsas maarifləndirməklə buna müvəffəq oldu və o qəzetin xüsusiyyəti onda idi ki, işıqlı, zəkalı insanları diskusiyaya cəlb etməklə Həsən bəy ictimai rəyi formalaşdırırdı. Bugün bəlkə də bizim o çatışmaz tərəfimiz odur ki, ictimai rəy kivlərdə görünmür. Diskusiya yoxdur, diskurslar yoxdur, mövzular yoxdur. O baxımdan fərq hiss olunur. Amma məsəl üçün, nəyə görə o zamanın çox görkəmli senzorı Mirzəyev yazmışdı ki, Əkinçi qəzeti yeganə işıqlı meteor oldu Azərbaycan milli mətbuatında. Ona görə ki, burada hətta mahnıların təsnifatında Həsən bəy mahnıların təsnifatına böyük rol önəm verirdi və mahnıların təsnifatında da o göstərirdi ki, hansı mahnılar o ideoloji təfəkkürə daha çox təsir edə bilər. Yəni ki, onun bütün qayəsi ideoloji təməl idi və onun ətrafında o milli dəyərləri o ideologiyaya çevrilmişdi. Bugün isə milli dəyərlərlə ideologiyanın sıxlığı o qədər də görünmür. Çünki bugünkü KİF daha çox xəbər verməklə məşğuldur. Amma gündəm məsələsi kənarda qaldığına görə bugün bizim medianın ən böyük problemi gündəmin olmamasıdır və ona görə də o Həsən bəy Zərdabinin yaratdığı irslə müqayisədə götürəndə, yəni orada gündəmə böyük önəm verilir. Bəlkə də gündəm var, sadəcə olaraq gündəmi zəbt edən mövzular o mövzular deyil. Problem odur ki, gündəmin formalaşması bu xüsusi bir elmdir. Və bu media kapitanları buna önəm versələr, medianın ictimaiyyətdə rolu, yəni fikir öndər rolu daha güclü olar. Çünki bugün media fikir öndər rolunu itirib və bu mövqeyini sosial şəbəkələrə verib. Nəyə görə? Çünki sosial şəbəkələrdə insanlar bir-birinə diskurs yaratmaq imkanı verirlər. Yeni mövzular kimlərsə gündəmə gətirir. Mediada isə nə diskurs imkanı var, nə müzakirə imkanı var, nə də mövzu çeşidliyi var. Yəni bir-birinə baxıb eyni xəbəri tirajlayan saytlar öz simasını itirirlər. Çünki birisi xəbərçilik nədir? Xəbərin ötürülməsidir. Amma kommunikasiya ideologiyanın aşılanmasıdır. Bu baxımdan gündəmi yaradanda media düşünməlidir ki, obrazları necə formalaşdırır, yeni fikirləri necə formalaşdırır, dünya xəbərlərini necə təsnif edir. Yəni, burada müxtəlif yanaşmalar var və əsas da odur ki, media hakimiyyətlə ictimaiyyət arasında bir diyaloq daşıyıcısı rolunu oynamalıdır və bu missiyanı özü üçün əsas görməlidir. Elə olmamalıdır ki, haradasa nəsə baş verib, hamı bir-birinə baxdı, o xəbəri verdi. Yəni, bugün media daha çox xəbərçiliklə məşğuldur, yəni xəbər ötürməklə. Əlbəttə ki, öz əyləncəli funksiyasını saxlayıb, əyləndirmək funksiyasını saxlayıb, amma maarifləndirmə funksiyası o qədər də güclü deyil. Və biz düşünürük ki, insanlar daha çox əylənmək istəyir, amma hamının o maarifləndirmə acılığı var. Məsəl üçün, sadəcə götürək, hansı qanunları dəyişirlər. Saytlarda biz nə görürük? Görürük ki, qanun dəyişikliyi baş verdi. Bu nömrəli maddə başqa nömrəli maddəni dəyişdirildi. Jurnalistlər özlərinə əziyyət verib
bu oxucuya açıqlamırlar ki, nə ilə dəyişildi və ictimaiyyətə bunun xeyri nədir. Heç olmasa bu qədər. Yəni, ya da ki, bugün ən güclü kommunikativ şəxsiyyət cənab prezidentin özüdür. Amma onun çıxışların özlüyündə o qədər də media tərəfindən geniş aşılanmır. Çünki bir var ki, çıxışı bütöv verəsən, bir də var ki, çıxışı iqtibaslara bölüb, onu bir neçə ayın gündəminə çevirəsən. Və bir neçə ayın gündəmində də o müxtəlif prezident fikirləri əhatəli beyinləri həkk olunacaq və əlbəttə ki, insanlar üçün bir mənəvi bagaj olacaq. Bu baxımdan yeganə kommunikativ şəxsiyyət bugün prezidentin özüdür ki, ideyaları tək daxili auditoriyaya, yox, xarici auditoriyada uğurlu aşılayır. Məsəl üçün, biz bunu görürük bu son hadisələrdə, Addada keçirilən konferansda cənab prezident Avropa Parlament Şurası haqqında və Avropa Məhkəməsi haqqında dediyi fikirlər nə qədər sarsıtdı, Avropanın bütövlüyü sarsıtdı, onlar reaksiya verdi. Bu sədr öz reaksiyasından göstərdi ki, İlham Əliyev gözəl ingilis dilində bizə mesajlar ötürdü. Deməli, onun auditoriyası daxili auditoriya deyil idi, biz idi. Yəni, bu çox yüksək səviyyəli kommunikativ uğurdur. Amma elə çıxır ki, bunu tək cənab prezident öz çiyinlərində daşıyır. Media isə buna dəstək vermir. Yəni, sabah artıq bu mövzu qalacaq kənarda, başqa bir mövzu olacaq. Ya Xocalı mövzusu. Biz Xocalı haqqında yalnız fevralın 26-sında yaza bilərik. Məsəl üçün, martın 2-sində Xocalı haqqında bir material təqdim etsən, heç bir kim onu götürməyəcək. Bu düzgün deyil. Çünki mənfur qonşularımız qondarma soyqırım haqqında ilin 365 günü danışırlar. Ona görə də bütün dünyaya bunu sirayət ediblər. Yəni, onlar göstərirlər ki, onların milli ideyası budur. Bizim də milli ideyamızın tərkibində Xocalı qalmalıdır. Amma nədənsə ildə bir dəfə biz bu haqda yazırıq. Halbuki orada elə aşılanmamış, o qədər də geniş göstərilməmiş, dünyanı elə lazıma qədər sarsıdmayan faktlar çoxdur. Yəni, budur. Şalara xanım, siz milli mətbuatımızın problemlərindən danışdıq, xüsusilə ideoloji məsələlərdən. Məsələn, Sovet dövrü mətbuatında ideologiya əsasən Sovet, yəni bolşevizm üzərində qurulmuşdu. Amma mətbuat milli deyil idi. Amma bizim bir çox ekspertlərimiz, xüsusilə yaşlı nəsil, mətbuatın samballı dövrünü həmin dövr kimi qiymətləndirirlər. Yəni, səbəb nədir pəs? Yəni, bizim bugünkü mətbuatımızın Sovet dövrünə samballıqda uduzmasının səbəbi nədir? Məsələ odur ki, hamı müəyyənlik istəyir. Sovet dövrünün mətbuatı ona görə bugün bizim üçün samballı görünür ki, o zaman kommunikasiya belə həyata keçirirdi ki, bir subyekt geniş auditoriyaya, yalnız bir ünvan geniş auditoriyaya xəbəri yayırdı. Və biz bilirdik ki, məsəl üçün Pravda qəzeti ya Kommunist qəzeti tam yoxlanmış məlumatı verir və orada oxuduğumuz məqalələr, məlumatlar bizim üçün gerçəkli idi. Yəni, biz tərəddüd etmirdik ki, bu nə qədər düzgündür, mənbə nədir və s. Və ondan irəli gələrək öz fikirlərimizi formalaşdırırdıq. Bundan başqa da bir-iki nəfər siyasi icmalçılar var idi ki, onlar çıxış edirdi. 3-4 nəfər fikir öndərləri var idi ki, onlar çıxış edirdi və mən uşaq olsam da o zamanlar yadımdadır ki, televizor qarşısında valideynlərimiz, qohumlar yığışırdı, dinləyirdi, ondan sonra müzakirələr edirdi. Yəni, onlar tərəddüd etmirdilər ki, bu məlumat nə qədər düzgündür. Yəni, onun düzgünlüyü a priori idi. Mübahisə doğurmur. Bəli, və bu fikir öndərləri bir istiqamət verirdi, bir diskurs yaradırdı, onun ətrafında da fikirlər yaranırdı. Yəni, bugün internet məkanı özü tamam bir başqa vəziyyət yaratdı ki, bugün bir çoxluq başqa çoxluğa məlumatı ötürür və bunun qarşısını almaq olmur. Məsəl üçün, ola bilər ki, ölkənin 100-200 saytı olsun, xəbər saytı olsun, amma hansısa bir təbəqə heç bir saytı oxumasın, YouTube-da öz üçün xəbər mənbəyi seçsin. Yəni, xəbər mənbəyi, bir tərəfdən xəbər mənbələri çoxdur, başqa tərəfdən isə xəbər mənbəyinin seçilməsi buraxılır
o userın, istifadəçinin öhdəsinə. O da ola bilər ki, hansı bir fake kanalı özü üçün mənbə sayılsın və bu mənbəyə baxmasın. Ona görə də çoxları, məsəl üçün, nəyə görə bugün Facebook hələ də aktualdır? Çünki Facebookda insanlar bir-biri ilə xəbərləri paylaşırlar və özləri o kommentlərdə, şərhlərdə öz fikirlərini bildirirlər və bununla da ürəkləri sakitləşir. Yəni, burada söhbət millilikdən də gedir. Söhbət yalnız ondan gedir ki, bir mənbədən çoxluğa informasiya gedirdisə, bugün bir toplum başqa topluma informasiyanı ötürür və burada da nəzarət mexanizmləri yoxdur. Ona görə də o köhnə kişilər ki deyirik, onlar bu qeyri-müəyyənlikdən əziyyət çəkirlər. Elə mən özüm də oxuyanda hərdən düşünürəm ki, mənbə nədir? Yəni, oxuyursan və sonra analitika o hissəsi adamı bir qədər yorur. Çünki axıra qədər interpretasiya inanmırsan. Xəbərin keyfiyyəti məsələsi də var da. Nə dərəcədə toplum üçün lazımdır, vacibdir? Maarif əhəmiyyətliliyi var. Məsələn, yəni bu günləri məsələn seçim imkanları çoxdur, amma sözünüzə qüvvət, yəni insanların çoxu, məsələn bir çox adamlar görmüşəm ki, deyir mən televiziyaları silmişəm. Yəni televizorumdan baxmıram. Nəyə deyirəm, nəyə baxırsan? Deyir, saytlara baxıram və YouTube-a baxıram. Çünki baxılası bir şey yoxdur. Deyirəm, niyə? Yaxşı kanallarımız var, televiziyalarımız var. Yəni o belə deyək də, bilmirəm, elə bir nöqtəyə çatdı ki, çox informasiya və yaxud əxlaqi mənəvi tərəfdən də bunu dəyərləndirənlər var, maarif tərəfdən də dəyərləndirən var. Hər halda biz indiki teleməkan, indiki mətbuat sanki onlayn mediaya uduzmuş kimidir. Rəqəmsal media inkişaf eləyib, çoxalıb, klassik mətbuat zəifləyib. Sizcə biz, baxın, siz özünüz də hazırda klassik mətbuatın redaksiyasındasınız, bizim redaksiyadasınız, amma biz necə edə bilərik ki, klassik mətbuat yaşasın? Klassik mətbuat yaşayacaq. Heç olmasa ona görə ki, kağız daşıyıcısı ən güvənli daşıyıcıdır. Biz məsəl üçün bugün kitabxanaya gedəndə 100 ilin, 150 ilin qəzetlərini kitabxanada tapırıq və onların əsasında elmi işlər yazırıq, tədqiqatlar aparırıq. Və bugün sizin hazırladığınız qəzet 100 ildən sonra oxunacaq. Sənəddir ən azından. Bəli, bu sənəddir və bu təqzib olunmaz bir faktdır. O baxımdan mən tələbələrimə də həmişə bunu deyirəm ki, siz o kağız daşıyıcısını qoruyun. Bu vacib bir şeydir. Və orada düzdür, bu qəzetlər, mən özüm qəzet redaksiyasında işləmişəm, qəzetin hazırlanmasında o yer məhdudiyyəti olduğuna görə, bir də görürsən, bütün materiallar gedə bilmir və s. Amma o özü də yaxşıdır, çünki seleksiya çox ciddi aparılır. Amma saytlar bilmirsən ki, 2 ildən sonra bu sayt olacaq ya yox. Ola bilər ki, domenin pulu verilməsin, ya hostingin pulu verilməsin və o sayt batıb geçsin. Və yaxud kimsə alsın o domeni, başqa istiqamətə yönəltsin. Tam doğru. Məsəl üçün, vaxtilə Exa qəzeti var idi, necə önəmli qəzet idi, amma indi heç onun izi tozu da yoxdur, arxivi də yoxdur. Və nə qədər materiallar puç oldu. Yəni, o baxımdan klassik mətbuatın o həmişə yaşarlığı təqzib olunmazdı. İndi o oxuyucu məsələsi, sizə deyim ki, xaricilərlə ünsiyyətdə olanda mən görürəm ki, xaricilər yalnız və yalnız rəsmi qəzetləri oxuyurlar. Onların kağız variantını almasalar da, məhz bu qəzetlərin saytlarına girib oxuyurlar. Çünki onlar bilirlər ki, bu inanılmış məlumatdır, yoxlanılmış məlumatdır və onlar o məlumatlar əsasında da öz analitikasını, öz perspektivlərini, proqnozlarını qururlar. Mən Avropa ölkələrinin bəzilərində, hətta xüsusilə Skandinaviya ölkələrində qəzetə meyillilik, yəni eşitmişəm, yəni o diaspor nümayəndələrimizdən ki, qəzet hələ də orada aktualdır. Məsələn, metroda gedirsən, qəzet oxuyanları görürsən. Bizdə mən qəzet oxuyan axırıncı dəfə yadıma gəlmir. Çünki qəzet bahalanıb ona görə. O qabalar mən də çox görürdüm. Amma ki, hətta küçələrdə də, skamyalarda oturan insanlar oxuyurdu. İndi qəzet nəsə insanlara köhnə qiymətlərlə müqayisədə baha gəlir. Bəlkə də baha deyil, amma ki, müqayisədə baha gəlir. Bunda sağlamlıq cəhətdən də xeyirlidir. Yəni, biri var, sən hansı informasiyanı kütləvi şəkildə telefondan alırsan, bunun şüası var, bunun göz zəifləyən. Şəlalə xanım, bugün ən çox işlənən ifadələrdən biri də media savadlılığıdır. Ümumiyyətlə, media savadlığı nədir? Buna sizin baxışınız necədir? Media savadlığı
bir çox Avropa ölkələrində məktəbdə bir fən kimi keçirilir. Rusiyada 60-cı illərdə bir Fyodorov adında tədqiqatçı filmləri məktəblərdə öyrənərək, məktəb auditoriyalarından öyrənərək media savadlığını orada formalaşdırıb ki, filmlər nə dərəcədə auditoriyaya təsir edir və onlardan necə səmərəli istifadə etmək olar. Yəni, savadlıq özü o deməkdir ki, insanlar həm mediadan səmərəli istifadə etsinlər, yəni medianın verdiyi məhsuldan, həm burada bir analitik yanaşma olsun. Və bugün üçün media savadlığının aktuallığı ona görədir ki, fake news anlayışı var, yəni yalancı, saxta məlumatlar çox yayılır. Bu baxımdan da insanların o mediaya savadlı yanaşması çox vacibdir. Amma burada ən əsas odur ki, tənqidi təfəkkür mövqeyindən yanaşılsın. Tənqidi təfəkkürün formalaşması bir günün işi deyil. Bu da bir elmdir və buna da yenə deyirəm, məktəb yaşlarından gəncləri öyrətmək lazımdır ki, onlar medianı savadlı qavraya bilsinlər ki, medianın qurbanları olmasınlar. Xüsusən də məsəl üçün hansısa təxribat mərkəzlərinə işləyən mediaya, xarici media ki, bura hansı ölkələrə müdaxilə edilə bilir. Rəsmi medianın açılması. Bəli, analiz etmək bazı. İstisna olmalı. Məsəl üçün, bu media savadlığı rakursunda belə mövzular bugün öyrənilir ki, sağlam ailənin formalaşdırmasında media materiallarının istifadəsi. Bu media savadlığı deməkdir. Yəni ki, insanlar həyatının hansısa məsələlərini, problemlərini həll edəndə mediadan istifadə edib o materialları özlərinə köməkçi, yardımcı kimi istifadə edirlər özləri üçün. Media savadlığı budur ki, sən biləsən ki, mediadan öz inkişafın üçün necə istifadə edəsən və necə allanmayasan, hansı üsullarla, hansı rakurslardan, hansısa materiallara yanaşasan. Və media götürəndə burada əlbəttə ki, tək elektron media deyil, burada həm filmlərdir, kağız daşıyıcılarıdır, YouTube verilişləridir. Bunlar hamısı, çünki media nədir? İnformasiya fəzasıdır da, informasiyanın yayındığı bir fəzadır. Bu tək insanlar deyil, tək saytlar deyil, bu ümumiyyətlə bir fəzadır və bu baxımdan bu hamıya lazımdır. Amma yenə deyirəm, bir-iki kursla, bir-iki təlimlə bu formalaşmır və çünki burada media təhsili mütləq lazımdır. Amma media savadlığı, media təhsil bir qədər müxtəlif anlayışlardır. Çünki media təhsili geniş kütləyə lazımdır. Media savadlılığı isə daha çox jurnalistlərə lazımdır. Birincisi, elə dediyim kimi, gündəmin formalaşması. Doğru qeyd edirsiniz. Jurnalistlərin özünə də media savadlığı var. Bəli, mütləq lazımdır. Çünki burada birincisi etika məsələləri var ki, bəzi müəlliflər buna riayət etmirlər. İkinci, gündəmin formalaşması. Gündəmin formalaşması sırf media savadlığı tələb edir. Çünki burada yenə deyirəm, hansısa obrazların modelləşməsi ya məlumatların iyerarxiyası, ya hansısa gözə görünməyən faktların önə çəkilməsi. Məsələn, ola bilər ki, ideoloji baxımdan hansı gözə görünməyən faktlar önə çəkilmir. Media bununla məşğul olanda gündəmi bu cür formalaşdırır və öz ideoloji təsirini göstərir. Bu görünməyən bir prosesdir. Yəni, kütlə başa düşməməlidir ki, xüsusi nəsə təlqin edirsən media olaraq. Amma bunu etmək lazımdır. Amma bunların hamısını etməyə bacarmaq üçün media savadlığı lazımdır. Və icazə versəz, biraz bunu genişləndirərəm. Məsəl üçün, sadə press relizlərin yazılması. Dünən mən tələbələrimlə press reliz mövzusunu keçdim. Biz bir 20-30 press reliz oxuduq, tələbələr seçib gətirmişdilər. İnanın ki, onların 15-ində biz bir oxucu kimi lead axtardıq. Əslində isə leadi jurnalist yazmalıdır, oxucu onu axtarmamalıdır. Lead nədir? Press relizin canı, əsas informasiyası. Və bu yuxarıda yazılmırsa, ya lead
başlığı təkrarlayırsa, bu artıq press-release deyil. Nəyə görə oxucu eyni şeyi 2 dəfə oxumalıdır? Amma press-releasein düzgün yazılması üçün media savadlığı lazımdır. Həm jurnalistin özündə, həm o buraxılışda işləyən redaktorun o media savadlığı lazımdır, həm də ki, mətbuatda işləyən o təşkilatın işçisi. Yəni, adi press-releasedir. Düşünürsən ki, çox asan bir məhsuldur. Amma əsas media məhsuldur və onun düzgün yazılmaması ona gətirir çıxardır ki, biz statistikaya baxanda görürük ki, press-releaselerin oxunma sayı ən azdır. Hətta çox oxunan saytlarda da press-releaselər ən az oxunur. Nəyə görə? Çünki orada məlumat yoxdur. Orada əsas məsələ önə çəkilməyib. Həm də statistika daha çox önə çəkilir, yorucu bir təəssürat var. Statistikada önə çəkiləndə də onu da bir məharətlə etmək lazımdır ki, məsəl üçün elə saytlar var ki, press-release bir cümlədən ibarət verir, düz edirlər. Çünki bir cümlədən mən bilirəm ki, nə baş verdi. Amma ümumi götürəndə medianın funksiyalarından biri hakimiyyətin dəstəklənməsidir və hakimiyyət icra orqanlarının da fəaliyyətini işıqlandırmasıdır və icra orqanları əlbəttə ki, press-release-lə özlərini nümayiş etdirirlər. Amma press-release savadsız yazılıbsa, yəni media savadlığı baxımından, burada nədən gedə bilər söhbət? Ona görə görürsən ki, məsələn, hansısa başqa məqalələrin oxuşu 20 mindirsə, həmən o materialın oxunuşu 300-400-dür. Çünki orada məlumat gizlənilib, məlumat səpələnib. Heç olmasa onu nəzərə alsınlar ki, press-releasedə yalnız bir mövzu olmalıdır. Amma bir də görürsən ki, bir releasedə 2 mövzu, 3 mövzu olur. Yəni, bunlar hamısını mən burada xırdalıqlarını açmayacağım. Amma bu deməkdir ki, media savadlığı jurnalistə lazımdır, saytların özlərinə lazımdır. Ya, mən şimdi bu yaxınlarda bir intervyu oxundum, Çingiz Abdullayevlə intervyuydu. Yazılı materialda jurnalist yazır ki, dayanın, diktafon sındı, diktafon xarab oldu. Və onun danışığını kəsir, diktafonu oradan düzəldir, sonra tamam başqa sual verir. Və o danışmaq istədiyi qalır yarımçılıq. Mən də düşünürəm ki, bu axı video deyil, bu yazılı materialdır. Bunu yazmamaq olardı. Diktafonun xarab olmasını biz ki görmürük videoda. Amma nəyə görə siz bunu mətnləşdirib efirə verirsiniz, yəni çap edirsiniz və onun başladığı o cavablı yarımçılıq qalır. Mən də maraqlıdır ki, görəsə o nə demək istəyirdi, o da açıqlanmır. Bu nədir? Bu nə intriqa deyil, nə bir xüsusi məlumatın verilməsi tərzi deyil. Bu sadəcə savadsızlıqdır və məətəl qalırsan ki, jurnalist bir yana qalsın, bəs buraxılışda duran redaktor nəyə düşünür? Biraz qeyri-peşəkarlıq məsələsi var. Bəli, qeyri-peşəkarlıqdır. Yəni, media savadlılığı bugün böyük önəm daşıyır. Amma burada müxtəlif baxışlar olsa da, qərb alimləri ilə, qərb ekspertləri ilə və post-sovet dönəminin ekspertlərinin fikirləri tam müxtəlifdir. Amma hamının fikri bir məsələdə cəmləşir ki, oxucunun tənqidi bir düşüncəsi olmalıdır, tənqidi təfəkkürü formalaşmalıdır, o mütləq. Müqayisəli təhlili olmalıdır. Baxın, bugün informasiya manipulyasiyası, bəzən manipulyasiyasına yol verən xəbərlər tüğyan edir mediamızda. Bax, bu savadlılıq o nöqteyi nəzərindən də, belə deyək, dəstək verici, kömək verici bir qüvvədir. Şəvaq xanım, siz bayaq haqqında məlumat verdiniz, elə media savadlılığından danışırdıq. Mirzəyev soyadlı bizim tədqiqatçımız barədə məlumat verir. İstərdim onu barədə məlumat verəsiniz. Bəli, mən elə sizin veriliş vasitəsilə istərdim tamaşaçılara bu kitabı göstərim. Mirzə Şərif Mirzəyev. Rus dilində yazılıb, materialı для истории тюркской печати на Кавказе. Deməli, Qafqazda türk mətbuatı üçün türk mətbuatının tarixi üçün materiallar toplusu. Bu çox zəkalı, çox böyük bir insan olub, yəni böyük bir türk oğlu olub. Çünki 1906-cı, 18-ci illərdə yeganə Azərbaycanlı olub ki, Qafqaz Mətbuat Mərkəzinin senzori vəzifəsini buna həvalə ediblər Mirzəyevə. Bu orada bu kitabda ermənilərin türk mətbuatına qarşı feykləri haqqında yazır. Bax, biz buna bugün feyk deyirik. Feyk saxta
əmtəə deməkdir də. O zaman fake news anlayışı olmasa da, bu təfərrüatı ilə yazır ki, Migrabov, Kişmişov, Qaraxanov familiyalı erməni senzorları hətta xüsusən müxtəlif mətbu orqanlarda çıxış edib pan-İslamizm haqqında yalançı fikirlər yaradırdılar. Türkiyəyə qarşı fikirlər aşılayırdılar və buna görə də Türk mətbuatının nə dərəcədə inkişafına mane olmaları haqqında Mirzəyev bu kitabda təfərrüatla yazır. Mən düşünürəm ki, bu həm jurnalistlərin tədqiqat mənbəyi olmalıdır, həm də bizim də dünya görüşümüzün genişlənməsi üçün çox vacibdir. Yəni ki, görürük ki, 1906-cı ildən əvvəllərdə də, hətta 19-cu əsrin axırlarından ermənilər durmadan Türk mətbuatının inkişafına qarşı çox böyük sədlər yaradıblar. Və nə yaxşı ki, Bakının general qubernatoru Starasilski Həsən bəy Zərdabi kömək etdi və o ikinci qəzetini aça bildi. Burada da bir o bəxt məsələsi idi ki, Staraselskinin çox sevdiyi həyat yoldaşı o Gürcü xanımı idi. O Həsən bəylə Moskvada bir yerdə universitetdə oxumuşdu, o təbiət elmləri fakültəsində və Həsən bəy çox parlaq bir tələbə olduğuna görə o xanımın ona böyük hörməti var idi. Və ona görə də o həyat yoldaşından, o Staraselskidən xahiş etdi ki, general qubernator kimi Əkinçi qəzetinin açılmasına imkan versin. Yəni ki, o general qubernator olmasaydı, Bakının qubernatoru olmasaydı, heç Əkinçi də çətinliklə açılardı, ya açılmazdı. Elə ömrü də çox qısa oldu, amma çox parlaq oldu. Yəni, bu kitab, bu Şərif Mirzəyevin kitabı məhz erməni təxribatı haqqında və feyklərin yaradılması haqqında çox maraqlıdır. 100 il bundan qabaq onlar feyklə, bugün də o... Bəli, və o qədər onlar... Ənənələrini davam elətdirirlər. Bəli, və Çar hökumətini onlar o qədər bu pan-İslamizmdə inandırmışdılar ki, özü müxtəlif adlarla məqalələr yazırdılar. Senzor olmaqlarına baxmayaraq, müəllif kimi başqa adlar altında çıxış edirdilər və çox belə özlərini bu işə səfərbər etmişdilər durmadan. Orada bu operativlik və müntəzəmlik böyük rol oynayır fake newsda. Və bunlar da bununla göstərdilər. Bilirsiniz necədir? Bu fakelərin yaradılması tək xırda saytların işi deyil. Bu, hökumətlər arası da həyata keçirilən işdir. Ondan başqa da biz görürük ki, burada əsas nə götürülür? Emosional yanaşma. Məsəl üçün, COVID vaxtı, pandemiya zamanı biz özümüz feyklərin qurbanı idik. Çünki ya deyirdilər çipləşdirəcəklər insanları, ya hansısa xəstələr. Nəyə görə? Çünki feyklərin yaradılması insanların və cəmiyyətin əsas tələbatları üzərində qurulur. İnsanın əsas tələbatı nədir? Maslow piramidasına əsasən insanların əsas tələbatı fizioloji tələbatlar və təhlükəsizlik tələbatıdır. Və təhlükəsizlik tələbatında əlbəttə ki, səhiyyə birinci rol oynayır, təhsil rol oynayır və s. və elə nöqtələrə vururlar ki, bu bizdə təhlükə qorxusu yaradır və biz bu feykləri yaymağa başlayırıq. Ya məsəl üçün fizioloji tələbatlar, yaxşı yemək, gözəl geyinmək, gözəl istirahət. Məsəl üçün bu yaxınlarda Zara o şəbəkəsi adından yayıldı ki, onlar köhnəlmiş modelləri pulsuz paylayırlar. Bütün hər yerdə bu feyk yayıldı. Deməli, bu Zara'nın imicinin dəstəklənməsi üçün yayılan bir feyk idi. Yəni, məsəl üçün, bu yaxınlarda Qazaxıstan mətbuatı məsələ qaldırdı ki, nəyə görə Çin alimlərinə istinadən yazırlar ki, Qazaxıstanda güclü zəlzələlər olacaq. Çin alimləri doğrudan da zəlzələlər haqqında yazırlar, amma Qazaxıstanda olması haqqında yazmırlar. Yəni, feyk bir də görürsən ki, hansısa məlumatı götürürlər, amma onu feykləşdirirlər müəyyən bir maraqlara görə. Amma dövlətlər arası feyklər də olur. Çünki yadımızdadır, hamımızın yadımızdadır ki, 2016-cı ildə Donald Trump birinci dəfə seçiləndə onda belə bir fikir yaranmışdı ki, Rusiya burada böyük rol oynayıb və Amerika mətbuatında Facebook, Twitter və s. vasitəsilə feyklər yayıb və hətta Facebook'un və Twitter'ın rəhbərləri Konqres qarşısında çıxış etdilər
və hesabat verdilər ki, necə olub ki, bunlar bu Rusiya tərəfindən gələn feyklərə imkan veriblər. Yəni feykin qabağının alınması çox çətin məsələdir. Feykin tanıtımı da çətin məsələdir. Yadımdadır ki, Şəlalə xanım 2012-ci ildə Dalai Lama'nın açıqlaması dərc olunmuşdu ki, dünyanın sonu 2012-də gələcək. Hamı hazırlıq görürdü. Əsasən də marketlərdə satılan şamlar idi. Yəni o şam biznesi ilə məşğul olanlar da xeyli qazanır. Yəni bu da fake news'un nəticəsi idi. Müharibədə də biz 44 günlük Vətən müharibəsində, istər aprel döyüşlərində, istər 44 günlük fake news'un nə qədər təsirli olduğunu, zərərli olduğunu gördük. Amma onda bizim mətbuat müqavimət göstərə bildi. Biz bunu yüksək qiymətləndirməliyik. Çünki əsasən fake'ləri yaradan erməni biznesmenlər tərəfindən alınmış PEGV idi. Düzdür, o inandırıcı süjetlər çəkirdi, amma bizim tərəf vaxtında müqavimət göstərdiyinə görə onun fake'lərinin çoxusunu dağıdırdı. Onları yalnız onları eşitmək istəyən adamlar o auditoriya qəbul edirdi. Elə bugünün özündə də Azərbaycana qarşı nə qədər fake'lər var və cənab prezidentin bu Avropa məhkəməsinə qarşı çıxışı çox böyük rol oynadı. Yəni o göstərdi ki, bizim nümayəndə heyətini seçkiyə qoymamaqla biz onları saymayacağıq və bunlar da ona görə bunu etdilər ki, bizim bu işğaldan azad etdiyimiz ərazilərə qarşı bunların iddiası var və biz də onları saymayacağıq. Yəni bu bilirsiniz nədir? Bu dünyanı sarsıdıcı bir mesajdır. Yəni başqa ölkələr də situasiyaya başqa cür baxa bilərlər və Avropa məhkəməsinin qurbanları rolundan çıxa bilərlər. Onları öz necə demsə ideoloji tabiçiliyinə çəkə bilərlər. Bu çox cəsarətli və ağıllı və strateji bir mesajdır və feyqə qarşı mesajdır. Çünki artıq bəyan olundu ki, Azərbaycana qarşı bugün Avropa və ümumiyyətlə Qərb mətbuatında çıxan materiallar sırf bizim xəbərlər üzərinə qurulur. Bizim o 44 günlük müharibənin qələbəyə qarşı olan fikirlərdir. Həzm eləyə bilmirlər. Qara PR-ın üzərində qurulur. Doğrudur. Bəli, və bunu o artıq ingilis dilində cənab prezident ingilis dilində səsləndirdiyinə görə bu bütün Qərb mətbuatında yayıldı və o targetə təsir elədi. Yəni strateji auditoriya onu eşitdi. Bu çox vacibdir. Doğrudur. Son sual olaraq mətbuatımızın 150 illiyində sizin universitetin müəllimi olaraq, yəni jurnalistikada dəstəyirsiniz, jurnalistləri yetişdirirsiniz. Ümumiyyətlə, nə tövsiyə edərdiniz gənclərə, gənc jurnalistlərə, bir pedaqoq olaraq? Mən onlara tövsiyə edirəm ki, onlar milli təfəkkürün formalaşmasında öz rollarını hiss etsinlər. Bu çox vacibdir. Məsəl üçün, bu yaxınlarda bizim ölkədə böyük uğurla COP29 keçdi. Amma bir tədbir olaraq parlaq keçdi. Amma görürsən ki, yenə də ictimaiyyətdə ekoloji təfəkkür lazımi dərəcədə formalaşmayıb. Deməli, mətbuat burada öz rolunu göstərməlidir, öz maarifləndirmə rolunu göstərməlidir. Və əlbəttə ki, mən tələbələrimə tövsiyə edirəm ki, o vətənpərvərliyi içlərində bir alov kimi saxlasınlar və öz inkişaflarını da milli maraqlara həsr etsinlər. Yəni, milli maraqlar müstəvisindən öz fəaliyyətlərini həyata keçirsinlər. Çox sağ olun Şəlalə xanım, studiyamıza gəldiyiniz üçün. Mən sizə təşəkkür edirəm. Buyurun. Belə, hörmətli tamaşaçılar, nəzərinizə çatdırım ki, bugünkü verilişimizin qonağı Bakı Slavyan Universitetinin professoru, əməkdar jurnalistimiz və eyni zamanda ictimai ilə əlaqələrin inkişafına kömək İctimai Birliyinin sədri Şəlalə Həsənova idi. Sağ olun, gələn görüşlərə.